Bakıda 1996-cı il təvəllüdlü Nəsimi qeyri-rəsmi münasibətdə olduğu mənzərə xəsarət yetirib. O, ötən ilin martın 3-də axşam saatlarında birgə yaşadıkları mənzildə münaqişə zamanı mənzərə yumruq və təpik zərbələri vurub. Sonra mənzildə olan bıçaq ilə onun kürək və bilək nahiyələrinə xəsarətlər yetirib. Məhkəmə istintaqı ilə müəyyən edilib ki, tərəflər arasında tez-tez mübahisələr olub. Zərərçəkmiş mənzərənin sözlərinə görə o, Ağstafada yerləşən 6 sot torpaq sahəsini sataraq əldə etdiyi və evdə saxladığı vəsaitdən Nəsimiyə ümumilikdə 8000 manat verib. Bu pulun 4000 manatı mebel borcunun bağlanması, digər 4000 manatı isə mobil telefon alınması məqsədilə təqdim edilib. Lakin sonradan məlum olub ki, mebel krediti bağlanmayıb, telefon isə kreditlə rəsmiləşdirilib. Zərərçəkmiş həmçinin mübahisə zamanı döyüldüyünü və bıçaqla xəsarət aldığını bildirib. Təqsirləndirilən Nəsimi isə ifadəsindən zərərçəkmişi vurduğunu qismən etiraf edib, lakin bıçaqdan istifadə etmədiyini deyib. O, pul məsələləri ilə bağlı iddiaları qəbul etməyərək bildirib ki, torpaq sahəsi təxminən 8900 manata satılıb və həmin vəsait zərərçəkmişin müalicəsinə və ümumi xərclərə sərf olunub. 8000 manatı mənimsəməyib. Məhkəmə baxışı zamanı tərəflər arasında barışıq əldə olunub, dəymiş zərər ödənilib və zərərçəkmiş şikayətini geri götürüb. Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib. Nəsimi cinayət məsuliyyətindən azad olunub. Qeyd edək ki, adları şərti verilib.